Ramiz Mehdiyevin həbsi xəbərindən sonra prosesin davamlı xarakter alacağı ilə bağlı müxtəlif versiyalar səsləndirilir. Ekspertlər hesab edirlər ki, sabiq PA rəhbərinə yaxın olan şəxslərin də saxlanılması mümkündür. Onların sırasında hazırki və keçmiş məmurların da ola biləcəyi istisna edilmir. Oxu24.com xəbər verir ki, ekstrasens və ezoterik Zirəddin Rzayev Qlobal Info AZA açıqlamasında Ramiz Mehdiyevin həbsi ilə bağlı prosesin 2 nəfərin cəzalandırılması ilə nəticələnə biləcəyini vurğulayıb. İddia etmirəm ki, Ramiz Mehdiyevi mütləq həbs edəcəklər, amma onun cinayət məcəlləsi üzrə cəzalandırılacağına əminəm. Hazırda məsuliyyətə cəlb olunanların sayı kifayət qədər çox ola bilər, lakin ehtimal edirəm ki, Mehdiyevin arxasınca daha 2 nəfər də cinayət məsuliyyətinə cəlb olunacaq. O bildirib. Zirəddin Rzayev əlavə olaraq belə bir fikir də səsləndirib. Nədənsə Ramiz Mehdiyevi həbsdə görmürəm, amma onun düşdüyü vəziyyət həbsxanadan da daha ağırdır.